YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Gəlin belə bir məsələyə baxaq. Məsələ OTK sınaq imtahanına salınıb. Bərabər tərəfli bir üçbucaq verilib bizə və hündürlüyü verilib. Hündürlük nədir? Oturacağa endirilir və oturacaqla 90 dərəcəli bucaq əmələ gətirir. Hündürlüyümüz 6 kökdə 3-dür. Və bərabər tərəfli üçbucağın biz bilirik bütün tərəfləri eynidir. Gəlin aşağı A yazaq. Buralarda 2A olacaq. Bir də biz bilirik ki, bərabər tərəfli üçbucaqda bütün təpələrdən çəkilən median tən bölən hündürlüklər üst-üstə düşər. Yəni bu həm hündürlükdürsə, həm median, həm də tən bölən olar. Bizə lazımdır tərəfi tapmaq, daha sonra perimetri tapacağıq. Gəlin belə eləyək. Pifaqor teoremindən istifadə edə bilərik. Baxın bu üçbucağa. Pifaqor teoremini tətbiq edək. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Üstə gəl A kvadrat bərabər 2A'nın kvadratı. O da 4A kvadrat edər. 4A kvadratından 1A kvadratını çıxaram. 3 dənə A kvadrat bərabər 6 köklü 3-ün kvadratı da necə taparıq? 6-nın kvadratı 36 edər, köklü 3-ün kvadratı da 3 edər. Elə bir bunları ayrı-ayrı kvadrata yüksəldirik, sonra bir-birinə vururuq. Olur 108, sonra 108'i 3'e bölərik. A kvadrat 36'dır. A'nın da payına 6 düşər. Bizə lazımdır, deməli tərəf. Tərəf 2A'dır, yəni 12'dir. Və perimetri necə taparıq? 3 vur 12. Düzgün cavab 36 olar.